Şagirdlər Zəfər Bayramı münasibətilə keçirilən STEM yarışında iştirak etmək üçün modellər hazırladılar. Onların bir hissəsi təyyarə modeli, bir hissəsi robot modeli, qalanları kompüterdə xəritə hazırladılar. Modellərin hazırlanmasında iştirak edən şagirdlərin sayına uyğun olaraq dairəvi diaqram tərtib edilmişdir. Şagirdlərin hansı hissəsi təyyarə modeli hazırladı? Baxın uşaqlar, belə bir fiqur göstərilir və bunun da yarısıdır. Bu yarısı da yine bir yarıya bölünüb. Bax bu hissə. Təyyarə modelin hansı hissədir? Şagirdlərin hansı hissəsini göstərir? Bunu tapacağıq ki. İndi çəkək belə bir şey. Burada yarıya bölək. Və bu hissəsi olacaq təyyarə modeli. Bu indi biz də bilirik ki, bütöv fiqur bir tamdır. Bir də qırıq-qırıq xətlə tutaq ki, bölsəydim 4 hissəyə bölmüş olardım, bərabər 4 hissəyə. Burada mən indi təyyarə olan hissə mənə lazımdır. Bu da 4-ündən biridir. 60-da B variantı olacaq düzgün cavab. Əgər desəydik tutaq ki, məsəl üçün kompüterdə xəritə hazırladılar. Yenə olacaq 4-də 1.